uşaqlarınızı Bir dəqiqə üzr istəyir. Ramazan bayramı gəlir, orucluq ayrıdır. Ananı baladan ayırmaq olmaz. Əlbəttə. Barışıb uşaqlara anayı verməyin. Amma şərait yaradın ki, ürəyi istəyən vaxt uşağını gəlib həm sarıla bilsin, görüşə bilsin, həm də ürəyi istəyən vaxt telefon əlaqəsi yarada bilsin, Bəli. danışa bilsin. Yəni uşaqları verməyin anaya, saxlamısınız. Amma şərait yaradın ki, ürəyi istədiyi vaxt həm uşaq ana ilə, həm ana uşaqla ünsiyyətdə qala bilsin. Qızlar ərə gedir, oğlanlar balacadır. Yox, artıq onlar orada qalıb, uşaq axı psixoloji təsir edəcək. Gəlib ona yaşayıb uzun illərdir. Eləmərəm, Elgiz müəllim nəzarət eləsin. Olsa da, uşağın həmişə anasına ehtiyacı var. Öz oğlanlarını niyə atıb o vaxtı ki, bir yerdə böyüsün? Atmadım, Allah hamd olsun. Yox, Çünki bilirəm uşağı atmadınız. uşaqdan ayıra bilməm. Ayırmadı. Ya mən Qızlar saxlayım, ərə ya o gedir. saxlasın. Məncə oğlanları versinlər, Qızların xanım özü özlərini saxlasın. saxlayırlar, azından oğlanları hər buna bir verirlər. olsun. Bu da deyib ki, siz Bacı uşaqların qardaşdan bacını Bilirəm, amma indi qızlar ərə gedib də, yəni Yox, oğlanları yox, biri gedib. Biri İkisi gedib. evdədir. İkisi O ikisi evdədir. məndən imtina yazdı, ələşsiz qaldım. O balacaları da örgətmişdilər, məhkəmədə mənə yaxın gəlmədilər. Böyük dərsdir, bir ana üçün çox böyük Amma dərsdir. haqsızlıqdır da, yəni.